taksi qiymətlərinin mövsümə uyğun olaraq dəyişkənliyi, bu adətən daha çox taksiyə ehtiyac olan vaxtlar olur. Misal üçün, şənbə, bazar günləri, bayram günləri, daha çox tətil günlərində, hansı ki, insanlar daha çox taksidən istifadə etməyə çalışırlar. Ona görə də taksi qiymətlərində hər hansı bir artım ola bilir. Amma kütləvi olaraq qiymətlərin artımını gözlənilmir. Çünki buna rəvac verəcək hər hansı bir nə yanacaq artımı yox, və yaxud hər hansı bir dəstəkləyici mexanizm yox. Amma mütəmadi olaraq qiymətlərin ümumiyyətlə bazar iqtisadiyyatı belədir ki, qiymətlərin artırılması ilə bağlı mövsümə uyğun olaraq və ya olmayaraq deməli Tarif Şurasına və yaxud digər aidiyyatı qurumlara təkliflər göndərilir ki, qiymət artımları olsun. Amma reallıq üçün taksilərin qiymət artımına uyğun bir reallıq yoxdur. Yəni əsas yoxdur ki, qiymətlər qalxsın və yaxud qiymətlərdə dəyişiklik olsun.